Amerika prezidenti Donald Trump Amerika konstitusiyasına düzəlişlərdən birini boşluq kimi istifadə edərsə, 2037-ci ilə qədər, yəni 90 yaşı tamam olana qədər vəzifədə qala bilər. Bu iddia Britaniyanın The Daily Mail qəzeti tərəfindən bildirilib. Qəzet iddia eləyir ki, Ağ Ev administrasiyası 1951-ci ildə qəbul edilmiş 22-ci konstitusiya düzəlişindən istifadə imkanını nəzərdən keçirir. Həmin düzəlişə görə eyni şəxs 2 dəfədən çox olmayaraq dövlət başçısı seçilə bilər. Nəşr qeyd eləyir ki, bununla belə düzəlişdə eyni şəxsin Amerika administrasiyasının hazırki rəhbərinin istifaya getməsi və ya ölümü halında 3-cü və ya 4-cü dəfə prezident postunu tuta bilməyəcəyi göstərilmir. Beləliklə, qəzetin yazdığına görə prezidentliyə növbəti namizəd hazırki vitse-prezident J.D. Vance ola bilər. Trumpı da vitse-prezident təyin edir. Daha sonra Vance istefa verər və Trump onun yerinə prezident vəzifəsini tuta bilər. Daily Mail-in iddiasına görə Amerika Ali Məhkəməsinin bu qərara hüquqi baxımdan etiraz etməsi çətin olacaq.